Bugün bütün İslam dünyası mübarək bir günü, Məhəmməd Peyğəmbərin mövludu gününü qeyd edir. Bu münasibətlə Şəki Cümə məscidində tədbir keçirilib. Tədbirdə Şəki Cümə məscidinin imamları, Şəki mədrəsəsinin müəllim və şagirdləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəki Cümə məscidində Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər Peyğəmbərin həyatından danışıblar. Onun 570-ci ildə dünyaya gəldiyi söylənilib. Peyğəmbər dünyaya gələn zaman bir çox möcüzələr baş verib. O zaman Kəbədəki bütün bütlərin üz-üstə yerə yıxıldığı, atəşpərəstlərin sitayiş etdiyi odların söndüyü qeyd olunub. Daha sonra tədbirdə Peyğəmbərin həyatından bəhs edilən videoçarx nümayiş olunub. Tədbirdə həmçinin Peyğəmbərin gözəl əxlaq sahibi olduğu qeyd olunub. Peyğəmbər hər zaman deyərdi, mən dünyaya gözəl əxlaqı tamamlamaq üçün gəlmişəm. Peyğəmbər hədislərində deyib, utanmadıqdan sonra istədiyini elə. O hər zaman özünü üç şeydən, münaqişədən, artıq söz danışmaqdan və özünə aid olmayan işlərə qarışmaqdan gözləyib. Peyğəmbərin hər zaman uşaqlara qayğı göstərdiyi vurğulanıb. Bir dəfə namaz vaxtı səzdəyə gedərkən nəvəsi onun çiyninə çıxır. Bundan sonra Peyğəmbər səzdədən gec qalxır. Səzdədən gec qalxmasının səbəbini ondan soruşanda isə nəvəm çiynimə qalxmışdı. Mən də könlü xoş olsun deyə səzdədən gec qalxdım deyib. Tədbirin sonunda Şəki mədrəsəsinin şagirdləri tərəfindən ilahi musiqilər səsləndirilib. Tural Məmmədov, Elmar Mustafayev, Kanal S xəbər. 571'de bir güneş doğdu, adı Muhammed'dir, sözü ümmet. 571'de bir güneş doğdu.